ChatGPT-nin necə pulsuz, limitsiz istifadə edə bilərsiniz ödəniş vermədən? Əsasən bu proqramçılara aiddir. Gördüyünüz kimi mən 189 milyon token işlətmişəm. 2154 request. Bunu yəni pulsuz olaraq istifadə etmişəm. Əlavə olaraq bu videoda Caveman işlədərək necə tokenları israfını qənaətçil edə bilərsiniz onu göstərəcəm. İlk öncə gəlirsiniz mənim aşağıda videonun linkinə qoyacağım GitHub səhifəmə. Omniroot-u yükləyəcəyik. Bəzi dostlarımız bunu yükləyən zaman çətinlik yaşayır. Mən də özüm çətinlik yaşamışam. Onun üçün həm Docker-la yüklənəni əlavə eləmişəm, həm Docker olmayanları. Ümumiyyətcə Docker nə deməkdir? Docker sizin üçün bir dənə belə deyim də kompüterizdə konteyner yaradır. Bu konteynerin içinə yüklürsünüz. Məsələn, virusla kompüterə düşəcəksə gələcəkdə bu sizin kompüterinizdə heç bir aidiyyəti yoxdur. Amma Docker istəməyənlərdə belə bir yəni şey var, risk var. Amma belə onsuz da açıq qaynaqdır, yəni open source-dur. Girib koddan analiz edə bilərsiniz, heç bir problem yoxdur. Mən Docker istəməyənlər üçün yükləyəcəm. Məsələn, gəlirsiniz bura, bunu kopyaladıqdan sonra PowerShell-a gəlib bunu yapışdırırsınız. Yəni mouse'un bir dənə sağ tikinə basırsınız, kopyalayır. Yes, böyük Y hərfi yazırsınız, enter vurursunuz. Və quraşdırıldı, əlavə olundu, ERM və enterə basırsınız bir də. Enterə basdıqdan sonra artıq bizim üçün yüklənir. Mən hal-hazırda yüklənmişəm deyə, hal-hazırda yükləndi. Yükləndim. Deməli, gəlirsiniz burada, sizin üçün gördüyünüz kimi burada dashboard verir. Dashboarda gəlirsiniz. Gördüyünüz kimi dashboardumuz açıldı. İlk öncə biz bura nə varmalıyıq? Gördüyünüz kimi burada providerləri var. Siz burada providerləri əlavə edə bilərsiniz. Ümumiyyətlə Omniroot-un işləmə məntiqini deyim sizə. Bir hesabınız olur. Həmin hesabda belə izah eləyim. Tutalım ki, limit var, 100%lik limit. Limiti qutardınız, avtomatik olaraq digər hesaba keçir. Digər hesabın limiti qutardınız, avtomatik olaraq digər hesaba keçir. Yəni bunun məntiqi budur. Omniroot bunu sadələşdiribdir. Gəlirsiniz burada OpenAI Codex-ə add connection deyirsiniz. Add connection dedikdən sonra mail adresinizi yazırsınız və əlavə edirsiniz. Avtomatik olaraq bağladıqdan sonra qoşulacaq. İndi mən qoşulmuram. Əgər pop-up limiti varsa, bloku varsa, bunu kopyalayırsınız, yapışdırırsınız. Eyni məntiqdir. Mail yazdıqdan sonra gəlirsiniz, success URL olacaq. Kopyalayıb bura yapışdırıb connect vurursunuz və avtomatik olaraq qoşulur. Deməli, 5 dənə hesabı tutamlı bura qoşduq. Bunu necə öz lokalımıza inteqrə edə biləcəyik? Onu izah edeyim. Deməli, gəlirsiniz burada API endpoints bölməsindən. Gördüyünüz kimi bizim API URL-imiz budur, endpointimiz. Gəlirik indi bizim yüklədiyimiz yerə. Biz harda yüklənmişik kodeksi? Təbii ki, usersa gəlirik, local disk-yə, usersa shield mənim kompüterimin adı. Burada .codex yazılır. Gördüyünüz kimi codex. Burada hardaydı? Deməli, config TOML yazılıb gördüyünüz kimi. Gəlirsiniz bura. Burada OpenAI base URL yazılıb gördüyünüz kimi. Gəlirsiniz bunu kopyalayarsınız, bura yapışdırırsınız. İndi mən də öz serverimə qoşuldu deyə bunu göstərməyəcəm. Yapışdırırsınız. Yapışdırdıqdan sonra bir də out.json dosyası yaradırsınız, klasörü. Bunda gördüyünüz kimi belə bir şey yaradırsınız. OpenAI API key. Yaratdıqdan sonra artıq hər bir şey hazırdır. Yəni, kodeksə gəldikdən sonra terminal, kodeksə gəldikdən sonra artıq kodeks sizin serverinizdə işləyəcək. Öz kompüterinizdə. Yəni, bir hesabın limiti qutardıqdan sonra digər hesaba keçəcək. Deməli, tokenlarımızı necə israf edəcəyik, onu göstərəcəm. Məsələn, 100 milyon token istifadə eləmişiksə, məsələn, 50 milyonu bunu israf, yəni ki, havaya getməməsini sağlaya bilərik. Bunun üçün Caveman-dən istifadə edirik. Gəlirik Caveman-ə və burada prompt compression-ı açırıq. Biz prompt yazanda bu bizim promptumuzu sıxır, daraldır. Məsələn, belə deyim də, Caveman-i bir dənə nümunə göstərim, Caveman. Caveman hardaydı? Baxın, burada nümunələri var. İndi normal olaraq Cloud 69 token istifadə edir. Gördüyünüz kimi çox uzun bir cavab verir. Caveman işlədikdə isə gördüyünüz kimi sadəcə 19 token istifadə edir. Yəni, Caveman məntiqi budur, yəni. O sizə cavab verəndə, həm də siz ona mətin göndərəndə hər bir şeyi kompres edir. Məsələn, normal Cloud-da gördüyünüz kimi burada yazıb düşür. Əlbəttə, mən sizə kömək olmamız üçün mən sənə kömək olmamız xoşbəxt olacağam. Amma danışa bilməm. Neysə.
Bunlar məsələn çox məntiqsiz bir şeydir. Yəni buna bizim nəyə ehtiyacımız var? Sən mənə kömək olmaq üçün burdasan da, yəni. Ha, gördüyünüz kimi amma Key mən işlətdikdə isə burada qısaca izah eləyibdir. Yəni gördüyünüz kimi compression sıxıb dərli bir şey. Ha, bunu açırsınız amma burada stacked var, R2 var, ultra var, agressiv var, standart var. Standart istifadə edə bilərsiniz. Bir də light. Məncə lightdan başlayın, standarta doğru gedin. Çünki elə bir şeylər var ki, unutma qabiliyyəti də bunun çox olur. Məsələn, siz 2-3 prompt yazandan sonra əvvəlkiləri unuda bilir. Light'ı istifadə eləyin. Xoşlamasanız, məsələn, xoşlasanız standarta keçirin. Agressiv və ultra sizə məsləhət görmürəm. Amma cidden light işlətsəz, yəni çox qabağa düşəcəksiniz, yəni bu funksiyalardan. Bunlar da avtomatik olaraq özləri açıq olsun. Bunlara heç bir şeyə əl dəyməyə ehtiyac yoxdur. Bugünkü videomuz bu qədər. Bugün sizə çox gözəl bir funksiya öyrətdim. Hər hansısa bir sualınız varsa, çətinliyiniz varsa yorum qisminə yaza bilərsiniz. Əlimdən gəldiyim qədər kömək edəcəm. Yəni bu video sizin üçün çox əla olacaq. Yəni pulsuz GPT hesabları açın, qeydiyyatdan keçin. Keçiddən sonra heç nə onu əlavə edin avtomatik olaraq. Bir hesabın limit dolduqda digər hesaba keçəcək. Bu qədər sadə. Sağ olun, hələlik. Kanala abunə olmağı unutmayın.